Salam uşaqlar, bugün 34-cü sualın həllinə baxaq. Q1 və Q2 yüklərinin O nöqtəsində yaratdıqları elektrik sahəsinin yekun intensivliyi hansı ifadə ilə təyin edilir? Gəlin biz intensivlərin istiqamətini təyin edək. Biz bilirik ki, intensivlik xətti müsbətdən çıxır, mənfiyə doğru daxil olur. Deməli, burada müsbət 3Q yükü olduğu üçün Q1'in yarattığı intensivliyi aşağıya doğru, Q2'nin yarattığı ise yine özünden çıxır müsbət 2 olduğu için sola doğru gitmiş olacaq. Yekun intensivliyi tapmaq üçün arada 90 dərəcə bucaq var. Biz Pifagor teoremindən istifadə edirik. Yəni Y yekun bərabərdir. Kök altda Y1'in kvadratı üzərinə gəlsin Y2'nin kvadratı. Ümumiyyətlə intensivliyin düsturu KQ bölünsün R kvadratına bərabərdir. Gəlin düstura əsasən tətbiq edək verilənləri. Y yekun bərabərdir. Y1'in yerinə yazsam K qiymət 3Q'dur. 3Q bölünsün. Aradakı məsafələr qeyd olunub. A'dır. A kvadratı kvadrat üstə gəlinsin. Digəri yəni K 4Q bölünsün A kvadratının kvadratı. Yuxarıdakı düstura əsasən biz onu aşağıda tətbiq etdik. Buradan Y yekun bərabərdir. K kvadratı 9Q kvadratı bölünsün. A kvadratının kvadratı A üstü 4 edir. Üzərinə gəlsin K kvadratı 4'ün kvadratı 16. Q'nun kvadratı bölünsün A üstü 4. Hər tərəfi cəmləsək, yekun intensivliyi bərabərdir. 25K kvadrat, Q kvadrat bölünsün A üstü 4 şəklində yazacaq. Bundan da kök çıxır. Y yekun bərabərdir. 5QK Q bölünsün A kvadrat şəklində yazılır. Doğru cavab A bəndir.